Salam uşaqlar. Bugün belə bir məsələnin izahına baxmaq istəyirəm. Deyir ki, verilmiş bu iyonunda gücsüz hissəciklərinin sayının mənfi hissəciklərinin sayına olan nisbəti 1,25-dir. X2 müsbət iyonun elektron sayını hesablayın. Birinci gəlin iyonumuzu yazaq. X2 müsbət. Proton sayı verilib n-2. Kütlə ədədi verilib 2n. Biz buradan neytron sayını tapa bilərik. Neytron sayı. Burada nə edirik? Kütlə ədədindən çıxarıq proton sayını. Bərabərdir. 2n çıxılsın n üzərinə gəlsin 2. Bu da bərabərdir n üzərinə gəlsin 2. Tapdıq buradan neytron sayını. N üzərinə gəlsin 2. Buradan elektron sayını da tapa bilərəm. Çünki proton sayı verilib, iyonun yükü verilib, elektron sayını tapa bilərəm. Elektron sayı isə n çıxılsın 2 proton sayıdır. 2 elektron da verib, çıxılsın 2 bərabərdir n çıx 4. Deməli, elektron da n çıx 4-dür. Və deyir ki, yüksüz hissəciklərin sayının mənfi hissəciklərin sayına. Yüksüz hissəcik nədir? Neytron. Yəni, n üzərinə gəlsin 2 bölünsün. Mənfi hissəcik nədir? Elektron. N çıx 4. 1,25. 1,25'dir. Deməli, burada nə edərik? 1,25'i ən rahat eləmək üçün n üzərinə gəlsin 2 bölünsün. N çıx 4. Bu 1,25 1,4'də 1 deməkdir. Bunu da 4'də 5 kimi yaza bilərəm. Düzgün olmayan kəsr şəklində. Bərabərdir 4'də 5'ə. Bunu da tənasüblə çarpaz həll eləsəm, 4 vurulsun n üzərinə gəlsin 2 bərabərdir 5 vurulsun n çıxılsın 4. Buradan da 4n üzərinə gəlsin 8 bərabərdir 5n çıxılsın 20. Mənfi n bərabərdir mənfi 28. N də bərabərdir 28'ə. Və burada bizə deyir ki, verilmiş bu iyonda elektron sayını hesablayın. Yəni bu iyonda elektron sayını. Deməli, n-i tapdıq 28. Gətirib yerinə qoya bilərəm. Aha. Buradan, baxın, elektron sayı n çıx 4'dür. 28 çıxılsın 4, o da bərabərdir 24'ə. Elektron sayı deməli 24'ə bərabərmiş. Doğru variant A variant olacaq.